Polşa Universitetində təhsil alıram. Hərbidən möhlət hüququm var. Qəbul imtahanlarında iştirak edə bilərəm. Yəqin ki, söhbət daxili qəbul imtahanlarından gedir. Əgər siz xarici universitetlərə təhsil alırsınızsa və hərbidən möhlət hüququnuz varsa, yaşınız tamam olubsa, Azərbaycanda keçirilən daxili imtahanlarda iştirak edə bilmirsiniz. Neçə ildir sizi aldadırlar əslində bundan bağlı. Deyirlər ki, olar, mümkündür. Ümumiyyətlə proses hansı formada tənzimlənir? Siz möhlət alırsınız, həmin universitetdə, xarici universitetdə oxuduğunuza görə möhlət alırsınız. Və siz Dövlət İmtahan Mərkəzinin artıq dim.gov.az saytına qeyddən keçəndə sizə bildirik gəlir ki, bəs möhlətlə bağlı səfərbərliyə müraciət edin. Və siz səfərbərliyə müraciət etdiyiniz təqdirdə sizə möhlət hüququ verilmir. Çünki sizə verilən möhlət hüququ həmin xarici universitetdə təhsil almağınızla bağlıdır. Hörmətli tələbələr, bu kimi məsələlərə diqqətli olun. Yəni, sizin aldığınız möhlət Polşa Universitetinin və yaxud digər xaricdəki universitetə aiddir. Daxildə imtahan vermək üçün o möhlət hüququ verilmir. Yəni, həmin möhlət hüququ ilə siz daxildə, buraxılış və blok imtahanlarında çox təəssüf ki, iştirak edə bilmirsiniz. Bəs bunun bir yolu var ki, mən qəbul imtahanlarında Azərbaycanda universitetlərə qəbul imtahanlarında iştirak edə bilim. Ümumiyyətlə, bunun əslində yolu ola bilərmi? Çox maraqlı sualdır. Bununla bağlı deyək, siz qeydətdə olduğunuz səfərbərlik xidmətinə müraciət etməlisiniz. Onların razılığı olduğu təqdirdə bu mümkündür. Amma faktiki olaraq qanunvericilik bunun belə deyim də əleyhinədir. Çünki sizin yaşınız tamam olubsa və sizin əsgərlik müddətiniz artıq yetişmiş olur və bununla bağlı təbii ki, böyük ehtimal möhlət hüquqları praktikada biz görmüşük ki, verilmir. Amma ola bilər ki, sağlamlığınızla, digər məsələlərlə bağlı və yaxud da ki, həmin universitetdən xaric olandan sonra, təhsilinizi dondurandan sonra, yəni xaric olunmaq şərti ilə bəlkə də ola bilsin ki, müəyyən qədər səhhətinizlə bağlı, digər məsələlərlə bağlı möhlət hüququ alsanız, o halda hardasa mümkün ola bilər. Amma praktikada biz gördüyümüz odur ki, bu mümkün deyil.